Ha qardaş bezmişəm valla. İnternetim işləmir. Provaydera zəng edirəm, düşmür. Həmişə belədir də. Saatlarla gözləməli olursan. Bəs mən indi neyniyim? Kiməsə çatdırmaq olmur axı. Ən asan yol var. E-şikayət sistemi. O nədir ki? E-şikayət Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin yaratdığı platformadır. Orada internet, mobil rabitə, telefon və poçt xidmətləri ilə bağlı bütün müraciətlərini rahat göndərə, müraciətin icrasını izləyə bilərsən. Həm də ki, İKTA müraciətin icra vəziyyətinə nəzarət edir. Həmçinin xidmət operatoruna edilən bütün müraciətlərin arxivi yaranır. Şikayətin səbəbi aradan qaldırılmasının vaxtı qeyd olunur. Hə, maraqlıdır. Bəs bu saytdan necə yararlanmaq olar? Çox sadədir. Məsələn, zəif internetin sürətini elə sistemin içində test edə bilərsən. Nəticəni də şikayətə əlavə edirsən. Hə, yəni ayrıca izah yazmağa ehtiyac yoxdur. Əlbəttə, hətta vaxtın yoxdursa, səsli müraciət də göndərə bilərsən. Valla bu həyatımı çox asanlaşdıracaq. Ən əsası, müraciətin cavabını izləmək olar. Əlbəttə, şəxsi kabinetindən hər addımı görə bilirsən. Hər şey şəffaf və rahatdır. Əla, elə bax indi e-şikayətdən istifadə edəcəm.